Salam dəyərli abituriyentlər, hər vaxtınız xeyirli olsun. Mən Elnur müəllim. Bu gün sizlərə sınaq 13-cü izahını təqdim edirəm. İzah etməmişdən öncə xahişimiz budur ki, mütləq YouTube kanalımıza abunə olub, bəyənib, paylaşıb, birə yazmağı unutmursunuz. Keçək yoldaşlar ilk sualımıza. Deyir, hansı cümlədə xitabın olub-olmadığını dəqiq müəyyən etmək olmur? Cavanları, qoçaqları, igidləri səslədi. Baxın yoldaşlar, burada verilən 3 sözün üçü də ilk sözlər, yəni təsirlik haldadır. Yəni sən bu sözdən heç birisinə xitab deyə bilməzsən. Yəni burada mübahisəli məqamı yoxdur. Çünki təsirlik halda olan sözlər xitab olmur. Arifin Məmmədi Həsənə dəvət ediblər. Sən Arif sözü heç bir adı yəni də xitab deyənməsin. Çünki o təsirlik halda olan sözdür. Təsirlik halda xitab olmur. Xitab yalnız adlıq halda olur. Alı, Günel və Heyran tədbirə gediblər. Baxın yoldaş, mən Alıya xitab da deyə bilərəm. Deyirəm Alı, çağırıram. Günel və Heyran tədbirə gediblər. Bir də var deyirəm Alı, Günel, Heyran tədbirə gediblər. Yəni bu verilən yoldaş Alı sözünü həm mən xitab kimi düşünə bilərəm, həmçinin həmciz mübtədalar kimi də düşünə bilərəm. Tədbirə gediblər. Kim? Alı, kim? Günel, kim? Heyran. Yəni mən Alı sözünə həmciz mübtədaların biri kimi yanaşa bilərəm, həmçinin xitab kimi də yanaşa bilərəm. Sənin variantın C variantı. Özünə qayıtması mənim xalqım bu istənilən halda xitabdır. Bunun mübahisəli məqamı yoxdur. Sözsüz oğul, bu da istənilən halda xitabdır. Bunun da mübahisəli məqamı yoxdur. Yoldaş cavab olacaq bir də C variantı. Uyğunluq müəyyən bir cür təhlil ola bilən sözlər, iki cür təhlil ola bilən sözlər. Baxın yoldaşlar, qaçaq sözünü biz üç cür təhlil edə bilərik. Məsələn, birinci isim kimi ola bilər. Qaçaq, kim isim. Eyni zamanda mən buna arzu şəklində fe'l kimi də düşünə bilərəm. Gəl, qaçaq. Eyni zamanda əmr kimi də düşünə bilərəm. Üzr istəyirəm. Arzu şəklində kaş qaçaq. Eyni zamanda əmr şəklində də gəl qaçaq. Üç cür düşünə bildiyim halda mən bunu demək götürmürəm. Mənim variantım da A ola bilməz. Ana sözün bəli, isim kimi düşünə bilərəm. Ana, kim, eyni zamanda o kaş, o ana. Arzu şəklində olan fe'l, anmaq fe'li. Dərə sözün yoldaşlar, mən yenə də iki cür düşünə bilərəm. Dərə həm isimdir, həm deyirəm ki, kaş o meyvələri dərə. Dər, A-ə, yönlük arzu şəklində olan şəkilçi. Sonra saxla sözü yoldaşlar bir cür düşünə bilərsən. Deyirəm o maşını saxladı, bir cürdür. Yazdırmaq sözü yoldaş istənilən halda bir cür düşünmək olur. Yəni sən dırı burada qrammatik kimi düşünə bilməzsən. Çünki özündən sonra maq gəldiyi üçün mən dərhal bilirəm ki, o leksik şəkilçidir. Demək yoldaşlar bir cür təhlil ola bilən sözlər birdə demək D, E, 2-də isə demək B və C. 1 D, E, 2 B, C. Sənin cavabın olur yoldaşlar A variantı. Gələk növbəti 3-cü suala. Tələffüz yazılışına fərqlənən sözü müəyyən. Baxın yollar, kompüter yolu təbii ki olur, kompüter kimi, A kimi tələffüz olunur. Xilafət yoxdur, metafor yoxdur. Utanmadan yoldaş olur, utanmadan. Bax burada N əvəzlənməsi baş verir. Demək ki, burada da var variant, A-da da var. Vakansiyada heç bir fərq yoxdur yoldaş. Demək bizim cavabımız olacaq həm A, həm də D. İkili demək variantlı sualımızdır. Nümunədə buraxmaq duruq şairlərini ardıcıllıqla müəyyən. Benito Mussolini deyib, qoşa nöqtəni yoldaşlar qoydum, dırnağı açdım. Azadlı bir vəzifədir, bir haqq deyil. Demək, dırnağı bağladım, nöqtə. Demək, haqq deyil, azad vəzifədir. Həmcins xəbərli olduğu üçün mən bunun arasında vergüdən istifadə etdim. Elə deyilmi? Eyni zamanda vasitəsiz nitq olduğu üçün mən burada dırnaqdan da istifadə etdim. Demək, yoldaşlar, cavabımız necə olacaq? Qoşa nöqtə, demək, yoldaşlar, baxın, cavabımız qoşa nöqtə, dırnaq, vergül, dırnaq, nöqtə. Qoşa nöqtə, dırnaq, vergül, dırnaq, nöqtə. Cavab olacaq yoldaşlar E variantı. Və sxemi də yoldaşlar M V sxeminə uyğundur. Bu da belə. 5. Nümunədə, biraz kiçildə. Nümunədə hansı fikirlərin yeri dəyişdirilsə, elə Venn diaqramında verilmiş səhvlər düzəlir. Mən bu sinifin rəhbəri sizinlə fəxr edirəm. Əlavə, təbii ki, bu gün ayın 5-də işlər düzəlməlidir, əlavədir. Əlavəli cümlədir, bəli, əlavəli cümlədir, amma birin yeri yanlışdır, çünki bir ortada işlənməlidir, birin yerini dəyişirəm. Əlavə baş üzvlərdən birinə aiddir. Təbii ki, bu 3, bir də 3-ün yerini dəyişməlisənsən. Çünki mən bu sinifin rəhbəri fəxr edirəm. Kim mən, kim sinifin rəhbəri. Mübtədanın əlavəsi olduğu üçün baş üzvlərdən birinə aiddir. Təbii ki, bir də 3-ün yerini sən dəyişəcəksən. Tire işarəsi, vergi işarəsi ilə əvəzlənsə fərq yaranmaz. Bəli, fərq yaranmaz, amma bu 2-də əvəzləsən fərq yaranar. Baxın yoldaşlar, sən birincidə, 2 doğru fikirdə, birinci cümləyə aiddir. Niyə görə? Mən indi səbəbini sizə deyim. Baxın yoldaşlar, mən burada vergülü qoya bilərəm də, çünki tireni vergüllə əvəz etmək olar. Mən bu sinif rəhbəri sizinlə fəxr edirəm. Amma ikinci məqamda bu ola bilməz. Çünki mən burada vergül qoysam artıq həmciz zəfliklər ola bilər. Bu gün ayın 5-də işlər düzəlir. Yəni bu gündə, məsələn, ayın 3-üdür bu gündə və yaxud da ayın 4-üdür. Ayın 4-ü, yəni bu gün, ayın 5-i
Bu həmciz xəbərlər kimi, demək, həmciz zərfliklər kimi ola bilər. Təbii ki, fərq yaranar. 2-də yaranar, amma 1-də yaranmaz. 2 doğrudur. Tire işarəsi vergi işarəsi ilə əvəzlənsə fərq yaranar. Təbii ki, bax 4 doğrudur və bu ikinci fikrə aid. Təbii ki, sən birdən üçün yerin dəyişəcəksən. O da yoldaşlar A variantı. Gələk 6-cı suala. Aşağıdakı fikirlər hansı söz haqqındadır? Encisli samit qoşalığı var. Encisli samit qoşalığı təbii ki deyirsə, 9 sözündə burada k-dır, yoxdur. Hüzünsüz sözündə en samit qoşalığı yoxdur. Ağıllı sözündə var. Monitoring sözündə yoxdur. Üzgörənlik olur, üzgörənlik. Demək yoldaşlar, ya A ya da E. Həm açıq, həm də qapalı sadə. Təbii ki, həm açıq, həm də qapalı sadə A-da da var. Demək, E variantında da var. Bunlar hər ikisi var. Yazıda hərfi işarəsi olmayan samit var. Təbii ki, burada xışdırıq və yaxud da k-dan gedir söhbət. Xışdırıq da, baxın, yoldaşlar, birincidə var. Cavab yoldaşlar A variantı. Gələk. Hansı olmada ilk cümlə üzvü ismi birləşməli ifadə olunur? İsmi birləşmə. Xəzər dənizi adlandırılan göldür. Xəzər dəniz adlandıran göldür. Göldür. Nə göldür? Xəzər. Necə göldür? Dəniz adlandırılan göl. Burada ilk söz mübtədadır, söz birləşməsi deyil. Atalar sözlərini hər yerdə demirlər. Demirlər nəyi? Atalar sözlərini harada? Hər yerdə. Çünki öz sözlərinin böyüklüyünü dərk edirlər. Bax yoldaşlar, əslində burada biraz mübahisəli məqam var. Mübahisəli məqam nədən ibarətdir? Deyim sizə, baxın yoldaşlar. Burada çünki öz sözlərinin böyüklüyünü dərk edirlər. Dərk edirlər. Kim dərk edir? Atalar. Atalar dərk edirlər. Atalar demirlər. Bunu mən sözlərini, nəyi sözlərini? Bu cümlədə əslində yanlışlıq var. Çünki mən bunu B-də mübtəda kimi də düşünə bilərəm. Əslində ataları tək mübtəda kimi düşünə bilərəm. Çünki mənim cümləmi ikinci tərəfi olmasaydı, bax diqqətli ol yoldaşlar. Mənim cümləmi ikinci tərəfi olmasaydı mən bunu atalar sözləri deyə bilərdim. Amma ardı var. Deyir, çünki öz sözlərinin böyüklüyünü dərk edirlər. Dərk edirlər. Kim dərk edir? Atalar dərk edirlər. Yəni burada da əslində yoxdur. Ana ürəyini dağlamaq igid övlada yaraşmaz. Yaraşmaq nə yaraşmaz? Ana ürəyini dağlamaq. Baxın yoldaşlar, bizə də ismi birləşmə, ana ürəyini dağlamaq demək feili birləşmədir əslində. Yoxdur burada. Gəzintini insana xoş əhval-ruhiyyə verir. Gəzinti nədir? Əhval-ruhiyyə verir. Nə? Gəzinti. Demək burada da yoxdur. Universitetdə rektor ilə görüşmək tələbələrin istəyidir. Nədir tələbələrin istəyidir? Nə? Universitetin rektoru ilə görüşmək. Bu da məsləhət tərkibi. Təbii ki, burada bir düzgün cavab isə yoxdur. Yəni B-yə biraz uyğunlaşırdı, amma B-də də yanlışlıqdır. Çünki atalar dərk edirlər. Bax, mübtəda burada xəbər uzlaşdığı üçün biz buna da atalar sözünü tək mübtəda kimi deyə bilərik. Söz birləşməsi kimi yanaşa bilmərik. Əgər ikinci tərəf olmasaydı, bəli, biz deyən cavab olardı, amma ikinci tərəf də göstərir ki, birinci tərəf artıq yanlışdır. Baxa 8-ə. Hansı ifadə müstəqil halda həm məqsəd, həm də səbəb zərfliyi kimi ifadə vasitəsi kimi işlənə bilər? Ali məktəbə qəbul olmaq, bu nə səbəbə, niyə? Baxın yoldaş, niyəni mən iki halda düşünə bilərəm. Deyirəm ki, niyə gəlmirsən? Deyir, məsələn, oxumaq üçün gəlmişəm. Məqsəd, niyə gəlmirsən? Məsələn, oxuduğum üçün gəlmişəm. Səbəb. Niyəni həmsə məqsəd, həm də səbəb kimi düşünə bilərsən. Baxaq 9-a. Hansı sözdə ardıcıl olaraq nöqtələrin yerinə işlənsə, yerində ikinci dərəcəli üz kimi işlənər. İkinci dərəcəli üz, baxın yoldaşlar. Sanki köməkçi nitq hissəsində bunun ikinci dərəcəli üzvün nə aidiyyəti var? Çoxdandır xəbərdir. Bunun ikinci dərəcəli üzvə heç bir aidiyyəti yoxdur. Yerdə qaldı yoldaşlar 2, 3 və 5. Demək, bu cümlə belə ola bilərdi. Orxan Qarabağda hamımızdan, baxın, Orxan demək, Qarabağda hamımızdan bacarıqlı həkimdir. Demək, bu cümlə belə olacaqdır. Orxan Qarabağda hamımızdan bacarıqlı həkimdir. Həkim deyir, kim həkimdir? Orxan. Necə həkimdir? Hamımızdan bacarıqlı. Cavab yoldaşlar 2, 3, 5. Yəni, bu sözlər ardıcıllıqdan düz və sən cümlə təhlil etsən alınacaq. Gələk 10-cu ola. Hansı cümlə ilə bağlı fikir səhvdir? Qara çantalı qız Leylanın dostudur. Kimdir? Leylanın dostudur. Kim? Qız. Hansı qız? Çantalı qız. Hansı çantalı? Qara çanta. Təyin həmcüs deyil, bəli, çünki aralarında vergül yoxdur. Qara sözü çantaya, çanta sözü isə qıza aiddir. Təbii ki, doğrudur. Mən Arif ilə dostam ilə sözü qoşmadır. Dostam, baxın yoldaşlar, cümlənin xəbəri təkdə olduğu üçün sən iyiliyə heç bir halda bağlayıcı deyə bilməzsən. Çünki bağlayıcı həmcis üzvlər arasında işlənir və həmcis üzvlərdirsə xəbər cəmdə olmalı idi. Mən dostam, baxın mən dostam, kim ilə? Arif ilə. Bu isə demək qoşmadır, bağlayıcı deyil. B variantı sənin səhv fikrin. Mən bugün çox oxuyar, sabah yazaram. Həmciz xəbərlərdir. Mən oxuyar, mən yazaram. Təbii ki, doğrudur. Dəftər gəlin və kitabı gətirim.
Qrama şəkilçi ixtisarın, bəli, axırın sözə baxmaqla mən əvvəldə təsirli kalın şəkilçisinin ixtisar olduğunu görürəm. İnanmıram bu dünyanın vəfasına tamamlıq söz birləşmə ifadə olunub. Niyə deyirəm inanmıram? Nəyə? Dünyanın vəfasına. Üçüncü növ təyin söz birləşməsi ilə ifadə olunub. Cavab yoldaşlar B variantı. Hansı tabesi mürəkkəb cümlələr hadisələr ardıcıl baş verir? Yəni, hadisələr ardıcıl baş verəndə yoldaşlar, mütləq hadisənin biri bitir, digəri başlar. Qatar stansiyaya çatdı, sərnişinlər öz evlərinə getdilər. Bəli, birinci qatar çatıb, bir hadisə bitib, ikinci hadisə baş verib. Güclü külək əsdi. Elektrik dirəklərini sıradan çıxardı, külək əsdi, külək çıxardı. Bu sadə cümlədir. Mən Bakıya gedə bilməyəcəm, maşın xarab olub. Bu səbəb nəticədir. Kimin kitab oxuyur, kimi kompüterdə işlərdi. Bu eyni zamandadır. Anam işdən gələr, səni parka aparar, anam gələr, anam aparar. Bu da təbii ki, sadə cümlədir. Bizim cavabımız yoldaşlar A variantı. Gələk 12-ci suala. Hansı bənddəki sözlər isə köməkçi sözü ilə işləmiş feil kimi də düşünmək olar? Təbii ki, ikili düşünən feillərdir. Bitirdi, sonra qaçırdı, köçürdü, aşırdı. Bu kimi ifadələrdir yoldaşlar. Demək, ikili düşünə bilən feillərdir. Bunu rahat tapma yolu budur ki, yolda. Baxın, bilirsə, bu heç bir halda olanmaz. Düşürsə, düşürsə, köçürsə, köçürsə, itirsə, itirsə. Baxın, yoldaşlar. Demək, bizim cavabımız olacaq yoldaşlar. Demək, B variantı. Düşürsə, ya da saxlayaq. Bu cür ifadələrdə vurğu qəbul edilirsə, zaman şəkilçisi. Düşürsə, baxın, deyirəm, əgər o düşürsə, mən də gedirəm. Zaman, sa hissəci, bir də var deyirəm, düşürsə. Demək, sa artıq şərt şəkilidir. Ya da saxlayırıq ki, vurğu qəbul edən hissə feilin şəkillərinin şəkilçisi. Köçürsə, xəbər şəkili, köçürsə, şərt şəkili. İtirsə, xəbər şəkili, itirsə, şərt şəkili. Digər heç birisini isə biz bu qaydanı görmürük. Ya da saxlayırıq ki, vurğu qəbul edən hissə, demək, feilin şəkillərinin şəkilçisi. İra qoysam, xəbər şəkili olur, saya qoysam, demək, şərt şəkili olur. Köçürsə, ıra qoysam xəbər şəkli, saya qoysam şərt şəkli. Mən belə deyək də, vurğunu ır şəkilsinin üzərinə qoysam, sart, hissəcik olur. Aydın olur mu? Şagirddir, isimdir, təbii ki, ola bilməz. Gələrsə sözü, demək, istənilən halda sağ hissəcikdir. Gətirsə sözü istənilən halda, demək, şərt şəklidir. Çünki öncə gətirdir. Burada ümumiyyətlə hissəcikdən söhbət gedə bilməz. Qandırsa sözü, məsələn, qandırsa, bu da istənilən halda şərt şəkli, hissəcik yoxdur. Cavab yoldaşlar B variantı. Gələk 13-cü suala. Hansı cümlənin qrammatik əsasının, yəni mübtəda xəbərin hər biri suala cavab versə də, ikinci dərəcəli üz suala cavab vermir. Yəni mübtəda ilə xəbər mütləq suala cavab verməlidir, amma ikinci dərəcəli üz suala cavab verməməlidir. Suala cavab hansı halda vermir yoldaşlar? Mütləq ikinci dərəcəli üz sual əvəzli ilə ifadə olunmalıdır. Elə deyilmi? Oxumuşam, kim, mən, nə qədər çox. Yoxdur. O imtahanlardan yaxşı qiymət aldığı üçün sevinir. Burada sual əvəzi rast gəlmirəm. Kim nəyi necə deyəcəyini müdirə desin. Bax, kim desin, burada mübtəda da demək suala cavab vermir. Mənə deyir ki, baş üzvləri suala cavab versin. Arif kimlə gedəcək? Gedəcək. Kim gedəcək? Arif. Kimi ilə? Baxın, kimi ilə sözü tamamlıqdır və suala cavab vermir. Bu məktəbdən neçə sinif var? Təbii ki, burada var sözü xəbərdir. Xəbər də suala cavab vermir. Mənə isə deyirsə, baş üzvlər suala cavab versin. Burada E-də isə cavab vermir. Cavab yoldaşlar 13-də D variantı. 14-də baxaq. Hansı söz ismin qrammatik şəkilçilərini qəbul etmədən ismi əvəz edə bilir? Baxın yoldaşlar, diqqətli olun. Şəkilçi qəbul etmədən ismi əvəz etsin. Baxın, deyirəm ki, hərə bir iş gördü. Nə etdi? Bir iş gördü. Kim bir iş gördü? Hərə. Baxın yoldaşlar, hərə sözü heç bir şey qəbul etmədən kim sualına cavab verir və demək ismi əvəz edir. Amma bəzisi, belələri, eləsini, bütün ümumiyyətli şəkil qəbul etmir. Amma eləsini, beləsini, bələsini deyə bilərəm. Amma hərə sözü heç bir qramma şəkil qəbul etmədən cümlədə işlədərək mübtəda vəzifəsində çıxış edir və ismin sualına cavab verə bilər. Gələk 15-ə. Hansı cümlədə ismi birləşmə, feili birləşmə asıl tərəfidir. Yəni, feili birləşmənin daxilində ismi birləşmə var. Vətən oğlu, hara baxırsan? Burada ümumiyyətlə cümlə üzvü, yəni vətən oğlu xitabıdır. Mən deyir ki, cümlə üzvü olsun, asıl tərəfi olsun. Əminənin çantası xanımın maşınında qalıb. Xeyr, mənim dostum tədbirdə görən Vəli ondan narazılıq danışdı. Bəli, bax gör nə deyir. Deyir, mənim dostumu tədbirdə görən Vəli ondan narazılıq danışdı. Net danışdı. Kim danışdı Vəli? Hansı Vəli? Mənim dostumu tədbirdə görən Vəli. Bu bütövlükdə feili sifət tərkibi. Feili sifət tərkibinin aslı tərəfi isə, baxın, mənim dostum. İsmi birləşmədir. Bütövlükdə feili birləşmədir. Aslı tərəf, birinci tərəf isə demək ismi birləşmədir. Məktəb direktoru Vəli
Üzr istəyirəm, məktəb direktoru Vəli, bu ümumiyyətlə ismi birləşmədir, burada fe'l birləşmə yoxdur. Bizim oxuduğumuz kitablarda, bizim oxuduğumuz təbii ki, fe'li birləşmə, ismi birləşmə yoxdur. Cavab yollaşdı, demək C variantı. Hansı fikir yanlışdır? Dostumun dar günü mən ona çatana qədərdir. Hal şəkli sözlərin hamısı isim deyil. Bəli, çünki çatana söz məsələn fe'li sifəti isim deyil və yaxud da dostumun dar günü mən ona, o məsələn şəxs əvəzlidir, isim deyil, bəli doğrudur. Səmimiyyəti 40 qat parça büküb sıx-sıx bağlasın, ətri yenə ətrafa yayılar. Nə tərzdə sualına cavab verən sözlər? Demək olur, deyək ki, səmimiyyəti 40 qat parça büküb sıx-sıx bağlasan, ətri yenə ətrafa yayılar. Nə tərzdə sualına cavab verən sözlər zərfdir. Baxın yoldaşlar. Burada nə tərzdə sualına cavab verən iki söz var. Sıx-sıx və büküb sözü. Büküb sözü təbii ki, nə tərzdə sualına cavab versə də bu fe'li bağlamadır. Bütün söz zərf dedi, səhvdir. Sıx-sıx zərfdir, amma büküb söz zərf deyil, axı fe'li bağlamadır. Demək, zərf dediksə səhvdir, B variantı. Aynaya baxdıqca başqa birini görmək istəmirsənsə, özün kimi ol. Fe'li iki fərqli təsriflənmə formasının şəkildə işlənmişdir. Görmək məsləhət, eyni zamanda ayağına baxdıqda bu da fe'li bağlamaq. Təbii ki, doğrudur bu. Bir insana ən böyük yaxşılığınız o insanla dürüst davranışınızdır. İsmə aid qırma şəkildə hamısı işlənməyi. Demək, insana, demək, hal, insanlığınız, mənsubiyyət, cəm şəkilçisi burada yoxdur, doğrudur. Adına baxıb insana inanma, insana baxıb adına inan, hal şəkilçisi sözlərin hamısı müstəqil cümlə özü deyil. Çünki andına baxıb, baxın, andına baxıb yoldaş ifadəsi fe'li bağlama tərkibidir və yaxud da insana baxıb, demək, müstəqil cümlə özü deyil. Çünki tərkibin fe'li bağlama demək, tərkibə nə daxildir? Yəni adına baxıb insana inanma. Bu tərkibdir. Yəni adına sözü tərkibin daxilində olsun, müstəqil deyil. Bu da doğrudur. Cavab yoldaşdır, demək B variantı. Hansı cümlədə tamamlı sintaktik əlaqənin həm də əsas tərəfidir. Baxın yoldaşlar, gör bizə nə deyir ha? Deyir, tamamlıq sintaktik əlaqənin həm də əsas tərəfidir. Yəni aslı da var, əsas da var. Aydın oldu yoldaşlar? Baxın yoldaşlar, tamamlıq nə zaman əsas olur, nə zaman aslı olur? Ya da saxlayaq yoldaşlar. Təyin, baxın təyin, tamamlıqla nisbətdə, bax diqqətli olacaq ha. Tamamlı nisbətdə tamamlıq əsasdır, təyin aslıdır. Tamamlıq özü isə xəbərdə nisbətdə aslı tərəfdir. Demək, tamamlıq xəbərə tabedirsə asılıdır, təyin tamamlığa tabedirsə tamamlıq əsasdır. Demək, biz elə bir ifadə tapmalıyıq yoldaşlar. Tamamlığın əvvəlində mütləq təyin işlənsin. Diqqətli olun ha. Tamamlığın əvvəl təyin olmalıdır. O halda, baxaq. Əzəb başqalarının səhvinə görə özünə verdiyin cəzadır. Demək, cəzadır. Nə cəzadır? Demək, əsəb cəzadır. Necə cəzadır? Başqalarının səhvinə görə özünə verdiyin cəza. Burada ümumiyyətlə tamamlığı yoxdur. Qırmızı köynək geyinəni sıradan çıxardılar. Niyyətlər çıxardılar. Kimi? Qırmızı köynək geyinəni. Bu ümumiyyətlə, demək, bunun əvvəldə təyin yoxdur, fe'l sifət tərkibidir. Ataların pis vərdişləri övladların qüsurlarını çevirir. Nedir? Çevrilir. Nəyə? Övladların qüsurlarına. Nə? Ataların vərdişləri. Burada ümumiyyətlə, demək ki, təyin yoxdur. Ən gözəl tərbiyə üsulu özünü tənqid etməklə başlayır. Nedir? Başlayır. Nə başlayır? Ən gözəl tərbiyə üsulu başlayır. Necə? Ən gözəl tərbiyə üsulu nə ilə? Özünü tənqid etməklə başlayır. Burada ümumiyyətlə tamamlığa təyin yoxdur. Haraya getdiyini bilən adama hamı yol verər. Yol verər kimə? Adama, hansı adama haraya getdiyini bilən adama. Baxın, təyinlə nisbətdə tamamlıq əsasdır. Tamamlıq xəbərlə nisbətdə isə aslıdır. Cavab yoldaşlar E variantı. 18. Tün qara şriftlə verilmiş hansı sözü kontekstə görə iki fərqli nitq hissəsi kimi düşünmək olmadı. Təkcə bizim kənddə ki, evə gəlmişdi. Baxın yoldaşlar, sən bunu təkcə həm ədat kimi düşünə bilərsən, eyni zamanda tək cacəl kimi düşünə bilərsən. Zərb plus ədat kimi düşünə bilərsən. Yəni tək gəlib də, yalnız gəlib. Bu demək, iki cür düşünə bilərsən, lazım deyil. Gözəl insanların rəftarını örnək hesab edir. Gözəl insan həm bu sifət ola bilər, həm də isim ola bilər, yəni adam adı. Çox məsələdə atası ilə məsləhətləşirdi. Çox istənilən halda burada saydı. Bunun heç bir ikinci variantı yoxdur. C variantı. Şirin yuxularında kəndin şirin şırıl axan çayları xatırladı. Şirin yuxu həm sifət ola bilər, həm də adama da ola bilər. Elə müəssisənin işçiləri də əziyyət çəkir. Elə həm ədat ola bilər. Eyni zamanda elə, B-də elə müəssisə, necə müəssisə? Demək, əvəzlik də ola bilər. Cavab yoldaşlar C variantı. Doğru yanlış. Baxaq buna yoldaşlar. Görək elə bunun doğru yanlış variantı hansıdır? Demək, doğrunun altına yoldaş, doğru yanlışın altına yanlış variant seçməliyik. Baxaq.
Demək, tək sözü yalnız iki əsas bir köməkçi nitq kimi işlənə bilər. Baxın yoldaşlar, tək sözü iki əsas yox. Demək, işlənə bilər, sifət kimi işlənə bilər, zərf kimi işlənə bilər, eyni zamanda isim kimi də işlənə bilər. Yerin təki, yerin dibi. İki nitqçəsi olmaz. Bir yanlış cavabdır. Eyni söz kontekstdən asılı olaraq həm danışan ifadə etdiyi fikrə münasibət, yəni modal söz, həm də istinad çaları bildirə ola bilər. Demək, yoldaşlar, elə sözlər var ki, onlar həm modal söz ola bilər, həm də qoşma ola bilər. Məsələn, deyirəm ki, mənə görə sonra vergül qoyuram. Mənə görə sən bu işi görməlisən. Aydın oldu mu? Mənim fikrimcə bu modal söz. Bir də var deyirəm, məsələn, kitaba görə, məsələn, bu iş belə olmalıdır da. Eyni zamanda istinad bildirən qoşma kimdə olur? Mənə görə. Yəni mənə aiddir. Məsələn, deyirəm mənə görə nə iş görə bilərsən? Bax, diqqətli olun. Mənə görə və yaxud məsələn deyirəm ki, belə deyək də, kitaba görə bu işlər doğrudur. İstinadda bildirə bilər, qoşmada ola bilər. Eyni zamanda fikrin mənbəyini də bildirə bilər. 2. Doğrudur. Düz sözü həm ədad, həm də sifət kimi işlənərsə, zərf kimi işlənmir. Niyə işlənmir ki? Düz danış, zərf kimi də işlənir. 3-dən 1 sənin cavabın heç bir halda ola bilməz. Çıxdı 3-ləri. İlə sözü həm köməkçi, həm də əsas nitqçəsi kimi işlənə bilər. Baxın, yoldaş, ilənin əsas nitqçəsi olmaz, əslində var ya, yəni biraz mücərrəd sual, çünki il sözü də ola bilər. Məsələn, mən bir ilə bu işi görə bilərəm. Bax, il, a. Amma yenə də bunu yanlış götürəcəksəm. Amma ancaq lakin sözlər iki qrammatik əsası olan cümlədə işlənibsə, cümlə əsasən tabis mürəkkəb cümlədir. Bəli, tabis mürəkkəb cümlədir, doğru fikirdir. Ağ sözü amon kimi işlənə bilmir, səhvdir. Çünki ağ həm isimdir, həm də imda kimi işlənə bilər. Doğrunun altından doğru 2, yanlışın altından yanlış 4 isə 6. Demək ki, yoldaşlar, ilə sözü burada elə də belə deyək də mübahisəlidir biraz. Elə də dəqiq sual deyil də bu. Yəni ilə sözü mən isim kimi işləyə bilirəm, amma təbii ki, burada yəqin ki, çox güman ki, B variantını görüb. Daha dəqiq desəm 2-6-da, amma B variantını verib çox güman ki, orada. 20-yə baxaq yoldaşlar. Düz baxıram. 19-20-yə baxaq. Yazının hansı növü haqqında informasiya verilmir? Baxın yoldaşlar. Bir insana öz fikrini daş, qılınc, qanda. Baxın yoldaşlar, əşya göndərirsənsə mütləq əşyavi yazı getdi. Cümlə özlərinin təhlil çıxımının işarəsi, ideografik yazı. İdeografik yazı getdi. Maşın satışı mərkəzlərinin qarşısında maşın şəkli. Şəkilli yazı ilə piktoqrafik eynidir. Yol kənarlarına, yol hərəkətini, istiqamətlərinin şəkillər ideografik yazı getdi. Yoldaşlar, hərfi yazı nümunə yoxdur. Baxa 21-ə. Hansı cümlədə yalnız leksik norma pozulmuşdur? Mən öz gözlərim gördüm ki, onlar kəndin yatağı ilə gedirlər. Baxın yoldaşlar, mən gördüm ki, yəni öz gözlərinin ifadəsi insan onsuz da gözü ilə görür də, başı ilə qulağını görmür ki, gözlərin sözü yoldaşlar burada artıqdır. Sənin tək uşaqlar üzü yuxarı dərəyə çıxırlar. Baxın, sənin tək uşaqlar bu təbii ki, qoşma olduğu üçün demək bitişik yazılmadı, ayrı yazılıb. Fonetik norma burada pozulub. Bir çox problem, bir çoxdan sonra gələn isim cəmdə olmalıdır. Yenə də yoldaşlar bax qrammatik norma pozulub. Bu məsələdə kim günahkardır, r-sı itib. Təbii ki, fonetik normadır. Tarix bu gedişlə yox, gedişlə. Yenə də yoldaşlar fonetik norma pozulub. Biz isə deyək ki, yalnız leksik norma da yoldaşlar olacaq A variantı. Özündən sonra iki işlənən hansı sözün qrammatik mənası dəyişir? Bəli, yoldaşlar, gərək sözün biz təbii ki, ədat kimi də işlədə bilərik. Eyni zamanda gərəkdən sonra ki qoysam bu modal söz kimi də ola bilər. Mən ki ola bilməz, kaş ki, kaş istənilən halda ədatdır. Hərçənd ki, istənilən halda bağlayıcıdır. Yəqin istənilən halda modal sözdür. Bu yoldaşlar A variantı. 23-ə baxaq yoldaşlar. Demək, Üzeyir Azəbay demişdir ki, lovğalıq tərəqqinin düşmənidir cümləsi vasitəsiz nitqə çevrilsin. Üzeyir Azəbay demiş ki, buradan sildim, qaldı. Cümlənin məzmunun fərqindən xeyr, məzmun olduğu kimi qalacaq. Cümlədə bütövlükdə sadə cümlə çevirirlər, xeyr. Duruş yazın sayı artır, bəli, çünki sən burada mütləq qoşa nöqtəni qoymalısan, bir dırnağı açmalısan, elə deyilmi? Düzdür. MV sıxımına uyğun gələr, təbii ki. Müəllifin sözləri ilə vasitəsiz nitqin yeri dəyişər, heç bir dəyişmə baş verməz. Zabaz yoldaşlar 3 və 4, sadə bir sualdır. Hansı sözlər düzgün yazılmışdır? Əriş, t olar, səhvdir. Dümağ bitişik yazılmalıdır, səhvdir. Cüdo, düzdür. Panoram, demək ki, doğrudur. Paraşüt olar, ü olar, səhvdir. Vermişil də düzdür. Zabaz yoldaşı 3, 4 və demək 6, 346. Gələk növbət 25-ci suala. Deyək, altdan xətt çəkilmiş sözlər əsasında Eylər Venn diaqramı doğru fikirlər göstərir. Dünən maraqlı kitab oxudum, indi maraqlı kitabı oxudular. Baxın, hər ikisi sifət, hər ikisi demək, biri maraqlı kitab oxudum, hər ikisi təsirli haldadır. Təbii ki, hər ikisi sifət, hər ikisi necə son cavab verir. Nə son cavab verən mübtədanı izah edir, nə son cavab mübtədanı izah edir. Dünən maraqlı kitabı oxudum, mən oxudum. Burada nə son cavab verir? Bunun mübtədası məndir, indi maraqlı kitab oxudular. Nə son cavab vermir axı? Çünki bunun mübtədası məndir. Mən mübtədası kim sonuna cavab verir? Bu mübtədası təbii ki,
yanlışlıq var burada. Təsdiq halda olan sözdən əvvəlkilərin bəli 2 doğrudur. İkinci dərə üzvü izah edir. Bəli, tamamlığı izah edib 2, 3. Necə nə cür hansı ona cavab verir? Bu ortaq fikirdir. Çünki hər ikisində budur. Söz birləşməsinin aslı tərəfidir. Maraqlı kitab oxudum. Maraqlı kitabı. Bu da hər ikisinə aid olsun. Bu da yanlış fikirdir. Cavab yoldaşlar 2 və 3 sənin düzgün variantındır. 26-ya baxaq. Müqayisə cədvəlinə əsasən feillərlə bağlı yanlış fikirlərimi edim. Qoparırdı söz yoldaş. Baxın. Qopar, qoparır. Üzr, burada leksiya keçir təbii ki. Ir qrammatikdə d hissəcikdir. Qop sözün köküdür. Ar leksik. Qoparır idi. Ir zaman d hissəsi. Həm keçmiş, həm də indiki zamanda düşünə bilərsən. Sən bunu demək heç bir halda keçmişdə düşünə bilməzsən. İstənilən halda bu indiki zamandadır. Bu yanlış fikirdir. Qoparılmaq sözü ilə eyni köklüdür. Çünki hər ikisi düzəltmədir. Hər ikisinin sözü qopdur. Doğrudur. Tərkibdə qrammatik şəkilçilər də var. Baxaq, köçürmüş sözündə köç, köçür, köçürmüş. Bu təbii ki, burada qrammatik şəkilçidir. Mış hissəsidir. Köçürmüş. Köçürmüş. Təbii ki, biz sözdə zaman tapmaq istəyirsə, mütləq sözü inkara çevirməliyik. İnkardan sonra gələn ilk şəkilçi zaman şəkilçidir. Hər ikisində qrammatik var, doğrudur. Həm indiki, həm də keçmiş zaman aid nümunə hesabı etmək olar. Köçürmüş, köçürmüş, bəli, ola bilər, doğrudur. Əmr və xəbər şəklində düşünmək olar. Sən bunu heç vaxt əmr düşünə bilməzsən. İstənilən halda xəbər şəklindədir. Yəni, ırı da zaman götürsən xəbərdir, mışı da zaman götürsən xəbərdir. Əmr ola bilməz. Baxın, doğru cavabımız oldu 2, 3 və 5. Aydın olurmu? 2, 3 və 5. Demək, üzr istəyirəm, bizə yanlış fikirlərdir. Üzr, hə. Bizə yanlış fikir deyilsə, yoldaşlar, cavab olacaq 1 və 4. Bizə yanlış fikir deyilsə, təbii ki, cavab olacaq 26-da 1 və 4 sənin cavabın. Sözlərin mənalarına uyğun frazoloji birləşmələr müəyyən. Razılaşmaq, daşı ətəyindən tökmə, daşı ətəyindən tökmə. Təəccüblənmək, göz kəlləsindən çıxmaq. Qorxmaq, ürəyi ağzına gəlmək deyə bilərəm eyni zamanda. Sonra daş ətəyindən gözünün oduna almaq, bu qorxutmaqdır. Baxın yoldaş, qorxmaq deyil, hə? Qorxutmaqdır, başqa bir şeydir. Dili ağzında yanmaq, bu da nə bilmə, çətin bir işdən üzləşmək ola bilər. Cavab yoldaşlar 1A, 2B, 3D. Belə dəyərli yoldaşlar, inşallah növbəti bir video izahda görüşəcəyik. Minnətdarım.